Salam değerli izleyicilerimiz. Biz sizleri Abşeron rayonu Müşfiq qəsəbəsindən salamlayırıq. İgid qəhrəman oğullarımızdan birinin ev muzeyindən. O oğul ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucaldı. Qəhrəmanımızı gəlin tanıyaq. İgid qəhrəman oğlumuz Azərbaycan Respublikasının əskəri, qəhrəman gizirimiz Orucov Ceyhun Namazoğlu. Her zaman gurur duyduğumuz, zabitinden tutmuş əskərinə qədər gurur duyduğumuz fəxrimiz, fəxarətimiz olan Orucov Ceyhun Namazoğlu. Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucaldı qəhrəmanımız. O oğul ki, uzun bir döyüş yolu keçdi. O oğul ki, canını, qanını vətən torpaqlarına qurban verdi. O oğul ki, ana qucağından isti vətən torpağını seçdi. Vətən uğrunda ölümün gözünə ölümsüz baxaraq qəhrəmanlıq dastanı yazdı. Əbədiyyən yaddaşlarda qalan oğul. Bugün səninlə bütöv Azərbaycan qürur duyur. Bugün səninlə bütöv Azərbaycan fəxarətlə danışır. Gəlin sizlərə, dəyərli izləyicilərimiz, bax Ceyhunu dünyaya gətirən qəhrəman anamızı, Nəzimə xanımı tanıdaq. O ana ki, vətən laylası ilə böyütdü oğlunu. O ana ki, Qarabağ dərdi ilə, Qarabağ yanğısı ilə, Xocalı yanğısı ilə övladına layla çaldı. Belə vətənpərvər övladı böyütdüyü üçün biz Nəzimə xanıma, şəhidimizin atası Namaz müəllimə təşəkkürümüzü bildiririk öz adımızdan vətənpərvərlər olaraq. Elə istəyirəm ki, Nazimə ana Ceyhunlu günlərdən nə qədər ağır olsa da, amma çox qürurludur. Anamız hər zaman qürurla Ceyhun haqqında izləyicilərimizə danışır. Nazimə ana, buyurun. Allah razı olsun Rəziyə xanım. Allah sizi var eləsin. Allah köməyiniz olsun. Siz 5 ildir biz şəhid ailələrinin yanındasınız. Təmənnasız. Allah sizi var eləsin. Məsmə xanım da həmçinin bizim yanımızdadır 5 ildir. Mənə ana bacı kimi, Sevinç xanım elənçinə, bütün şəhid anaları, şəhid bacıları, şəhid yarları bizim həm dərdimiz birdir olduğuna görə, bizim eyni dərddə yaşadığımıza görə biz bir yerdəyik. Allah şəhidlərimizin məqamı uca eləsin, yerin cənnət eləsin. Hər ayın 30-u mən belə ehsan süfrəsi açıram balam üçün. Bu da mən bir təsəllimdir. Allah şəhidlərimizin yerin cənnət məqamı uca eləsin. Allah dövlətimizi qorusun, dövlətçiliyimizi qorusun. Allah Mehriban xanımı var eləsin. Prezidentimizin canını saxlasın. Allah icra müavinimizi, icra nümayəndələrimizi qorusun. Kim ki şəhid ailələrinin yanındadır, Allah onların canını saxlasın, Allah ömür versin hamısına. Mən yerdən göyə qədər Azərbaycan xalqından razıyam. Allah sizdən razı olsun Nazimə ana. Biz sizlərdən razıyıq. Çünki vətənə canınızdan, qanınızdan olan bir parçanızı qurban verdiniz. Evin bir oğlu 23 yaşında Şəhidlər Xiyabanında keçirdi. Evin bir dənə oğlu idi, o da subay idi. Bəli, onu da deyim ki, dəyərli izləyicilərimiz, Ərənlər yurdu olan, Odlar yurdu olan, qəhrəmanlar yetişdirən, Şamaxı elindən olan bizim Ceyhun balamız Şamaxı Şəhidlər Xiyabanında uyuyur. Bu vətən səni unutmadı, gözləri gülən, üzü gülən şəhidim. İgid qəhrəman oğul, səninlə daima hər birimiz fəxr edirik. Yanımızda isə bugün deməli qəhrəman bir oğlumuz. Elə Ceyhunla bir cəbhəni bölüşən. Mən deyərdim ki, Ceyhun Ariflərin qisasını aldı. 92-ci ildə qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalan, Füzuli rayonu Qırmızı Bazar istiqamətində qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalan şəhid Allahverdiyev Arifin qisasını alan evin yeganə övladı Ceyhun. Bugün Sevinç xanım sizin ananızın yanındadır. Ona mənəvi dəstək olmaq üçün bugün istədi ki, Nəzimə bacının yanında olsun. Buyurun Sevinç xanım, söz sizindir. Çox sağ olun. Mənə də söz verdiyinizə görə təşəkkür edirəm. Allah razı olsun. Nazimə ana, mən sizin ocağınızda dəfələrlə olmuşam və Arif Allahverdiyevin adını çəkdi. Rəziyə xanım sağ olsun, hər dəfə vurğulayır və mən də bununla qürur duyuram ki, Arifin adı ilə şəhid anamızın yanında oluram, şəhid analarımızın evlərində ziyarətlərdə oluram. Yəni bunun da açıqlaması odur ki, mən
qəhrəman qardaşımı yaşatmaq üçün şəhid ailələrindəyəm. İllərdir və nə xoş mənim halıma ki, mən Nazimə ananın bu təşəbbüsün o qədər bəyənirəm ki, mən indiyə qədər Nazimə ana hələ belə mən ikinci bir şəhid anası tanımıram. Bu mənim ürəyimdən gələn bir şeydir. Yəni demək istəyirəm ki, hər ayın 5-ci ildə, hər ayın 30-unda ehsan vermək nə deməkdir? Bu oğul üçün ananın canından gələn, ürəyindən yemədiyin yedizdirir. Doymadığın doyuzdurur insanlara. Ehsandır. Allah qəbul eləsin. Amma bu böyük ürəyə siz sahibsiniz Nazimə ana. Bu mənim böyüklüyümdür ki, sizin böyüklüyünüzdür ki, mən bunu dilimə gətirirəm. Allah köməyin olsun. Hər yaxşı şeyi dilə gətirmək lazımdır. Ki, qardaşınızı yaşadırsınız. Hər bacı da qardaşı yaşatmır. Çox sağ ol. Hər kəsin bitirirəm sözümü. Hünəri deyir ki, 5 il dayanmadan ana sizin kimi olar. Və Raziyə xanım, sizə də öz minnətdarlığımı bildirirəm ki, doğrudan da şəhidə ayırmadınız. İlindən, ayından, məkanından asılı olmayaraq sizin doğulduğunuz və qaçqın düşdüyünüz illərlə 30 ildə alınan Füzuli torpağında Arif Sumqayıt şəhidi olaraq əslində Füzuli imişdidən olar. Yəni sənin torpağında döyüşdü. Sizin elə Ceyhun qardaşım da Füzulidə şəhid olub. Hamısının yerini cənnət eləsin. Və nə xoş bizim halımıza ki, biz o şəhid qardaşlarımızı yaşatmağa bizə Allah nəsib eləyib. Və mən fəxr edirəm ki, Ariflərin, Elşadların, Eminlərin, Elmarların, Elşənlərin, Ceyhunların bacısıyam. Toy görməyən, xına görməyən qardaşların bacısıyam. Ruhları hər birindən şad olsun. Amin. Mən sizə təşəkkür edirəm Sevinç xanım. Hər zaman çalışırıq ki, bir şəhid sevər olaraq, vətən torpaqları uğrunda qəhrəmanlıqla döyüşərək, şəhidlik zirvəsinə ucalan igid oğulların xatirəsini ehtiramla yad edək. Bugün bizlər çalışdıq, bir yola çıxdıq, uğurlu bir yola çıxdıq. Bir yola çıxdıq, zəfər dolu bir yola çıxdıq. Zəfər dolu, qələbə dolu bir yoldayıq. Bunun üçün biz dövlətimizə, dövlətçiliyimizə, Azərbaycanın rəşadətli ordusuna minnətdarıq. İgid oğullar, ruhunuz qarşısında ehtiramla baş əyirik. Bu vətən torpaqları hər zaman sizinlə qürur duyur və duyacaqdır. İllər, əsrlər, qərinələr ötsə belə vətən torpaqları sizləri bir ömür boyu xatırlayacaq. Şanınıza dastanlar yazıldı, şanınıza nəğmələr bəstələndi. Adınıza küçələr, məktəblər verildi. Gələcək nəsillərə sizin bir örnək olmağınız bax belə nümayiş etdirildi. Yanımızda bir-birindən dəyərli şəhidsever xanımlarımız var. Və bu xanımlardan birini mən illərdir tanıyıram. 5 il boyuncadır hər zaman xanımı şəhid ailələrimizin yanında onlara mənəvi öz dəstəyini göstərən bir xanım kimi tanıdım. Məsmə xanım, buyurun sizi dinləyək. Çox sağ olun Raziyə xanım. Siz də həmçinin 5 il olar ki, mən bilirəm ki, siz Dəniz xanımdır. Şəhid sevərsiniz, yəni şəhidlərin evlərinə gedirsiniz, qar bilmirsiniz, isti bilmirsiniz, yay bilmirsiniz, yəni. Çox sağ olun, sizə də təşəkkür edirəm. Çünki mən çox sevirəm ki, bu anaların başına bir sığal çəkmək, o özü böyük bir işdir. Və mən əvvəlcə cəmi şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qazilərimizə Allahdan can sağlığı istəyirəm, deyirəm. Və Allah can sağlığı versin Ali Baş komandamız İlham Əliyevi, Mehriban xanımı ki, onlar üçün belə bu cür şərait yaradıb. Çox sağ olsunlar. Nə deyək? Əməldə elə bil ki, bu işləri görsünlər. Dildə yox, dildə deməsinlər ki, bunu edirik. Əməldə. Mən hamıya bunu tövsiyə edirəm. Və nə qədər ki, canımda su var, belə canım sağdır, sağlamdır, mən həmişə şəhidlərimizin qapılarını açacağım və gedəcəm də. Allah can sağlığı versin sizlərə, Allah köməyinizdə dursun. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Mən sizə təşəkkür edirəm. Bəli, bizim oğullarımız hər biri həm Xankəndi, həm Şuşadır. Qəhrəman Tərtərdir, Xocalıdır, Ağdərədir. Hər biri bir qəhrəmandır.
bugün yanımızda elə bir vətənpərvər xanım da var. İstəyirəm ki, o da öz ürək sözlərini bizim izləyicilərimizə çatdırsın. Təşəkkür edirəm. Mən də hər bir xanıma, hər bir anaya, hər bir bacıya, şəhid bacısına, şəhid anasına cansağlığı arzu edirəm. Ki, yəni, bax, belə bir tədbir keçirdirsiniz, belə bir görüşlər təşkil edirsiniz. Hər birinizə, sizə, Raziyə xanım, sizə ilk öncə təşəkkür edirəm. Özümü təqdim edim, yəni TNS korporasiyasının mütəxəssisi Rəfiyə xanım Əliyeva, Nəzmiyə xanım, Çox sağ olun. Sevinç xanım, Bəli, təşəkkür edirəm sizə. Elə evlad, elə qardaş, yəni ki, böyütmüsünüz. Yəni, Çox sağ olun. sizin əllərinizdən öpürəm. Vətənimiz sağ olsun. Vətənimiz sağ olsun ki, belə gözəl evladlar, belə gözəl qardaşlar yetişdirib, sizin kimi anaların sayəsində, ataların sayəsində, valideynlərin sayəsində. Onlar bizim qürur mənbəyimizdir. Onlar bizim baş tacımızdır. Onlar bizim fəxrimizdir. Onlar dünyadan köçməyiblər. Onlar sağdırlar, yaşayırlar və hər zaman qəlbimizdə yaşayacaqlar. Necə ki, indi yaşayırlar. Bizim üçün fərq etmir. Onlar dünyadan köçüblər, ya köçməyiblər, ya indi qazilərimiz var. Onların hər birinin qarşısında baş əyirəm mən. Biz TNS şirkəti olaraq, TNS şirkəti adından Allah razı olsun. sizə dərin təşəkkürümüzü Allah sizi bildiririk. var eləsin, köməyiniz olsun. sağ olun. Hər zaman da sizin arxanızdayıq. Allah Ali Baş komandamıza can sağlığı versin. Birinci xanım, Mehriban xanımımıza can sağlığı versin ki, dəyər verirlər şəhid ailələrinə, qazi ailələrinə, bax belə dəyər verirlər, yüksək səviyyədə dəyər verirlər. Hər birinizi təşəkkür edirəm. Hər birinizi öpürəm, bağrıma basıram. Allah razı olsun. Var olun. Allah sizi var eləsin. Təşəkkür Gələn edirəm. ayaqlarınız Çox var sağ olun. olsun. Mən sizin hər birinizə təşəkkür edirəm. Dəyərli vətənsevər, şəhidsevər xanımlar. Bəli, bu oğullar hərəsi bir qəhrəman oldu. Orucov, Ceyhun, səninlə Bəli. bütün Azərbaycan qürur duyur. Səninlə bütün Azərbaycan fəxr edir. Bugün Nazimə ana hər il olduğu kimi, hər ay olduğu kimi, hər ayın 30-u oğlunun dəfn olunduğu gün ehsan verir. Bütün şəhidlərimizin adına. Bütün oğullar Nazimə ananın oğludur. O hər zaman çalışır ki, heç birini bir-birindən ayırmasın. Bugün görün Nazimə ana nə gözəl bir missiya yerinə getirib. Görürsünüz ki, burada ilindən və rayonundan, bölgəsindən asılı olmayaraq yiğit qəhrəman oğulların rəsmləri var. Nazimə ana, bunun üçün mən sizə dərin təşəkkürümü bildirirəm öz adımdan. Çəkilişi apardığı üçün ZFTV.az saytının təsirçi baş redaktoru Dəniz xanım Rüzgara təşəkkürümü bildirirəm. Bugün biz də özümüzə borc bildik. Vətən torpaqları uğrunda canını fəda edən qəhrəman oğlumuzun ailəsində olaq. Var olsun şanlı müzəffər Azərbaycan ordusu, var olsun rəşadətli ordumuz, var olsun Ali Baş Komandanımız, yaşa Azərbaycan. Belə şərafətli oğullar getirən Azərbaycanımıza eşq olsun. Qarabağ Azərbaycandır.